Salamlar, vaxtınız xeyirli olsun. Masazırda dayanacaqdan 50 metr aralı məsafədə bax belə bir qarajlı 3 mərtəbəli 4 otaqlı sənədləri tam qaydasında olan ipoteka yararlı həyət evi satışdadır. Bu evin üst görünüşü, bura həyəti, sayğacların hər biri qoyulubdur, sayğacda qoyulub. Sənədlər də qeyd etdiyim kimi tam qaydasındadır. Evin də torpağın da sənədləri var. Böyle göründüyü kimi ev mərtəbələr arası monolit betondur hər biri. Bura qarajlıdır və qarajdan əlavə də aşağıda bax belə bir otaq yerdə saxlanılıbdır ki, buradan da gələcəkdə istifadə etmək olar. Kombi aparatının da yeri burada hazır vəziyyətdə qoyulubdur. Bu evin qaraj hissəsi. Biz evin içərisinə keçək. Evə daxil olduqda dəhlizi, ikinci mərtəbə qalxmaq üçün pilləkəni. Burada belə bir zal otağı yerləşir, geniş bir zal otağı. Hər otaqda kondisioner üstündə işıq xətti çəkilibdir. Kombi sistem hər bir otağa çəkilib. Kladovkası var pilləkən altında. Bura hamam otağıdır. Birinci mərtəbədə. Bura isə mətbəxi. Evin təmir işləri sona çatıb. Sadəcə olaraq belə bir təmizlik işləri gedir hal-hazırda. Yəni bu evdə tam təmizləyib təhvil verəcəklər. İkinci mərtəbədə 3 yataq otağı yerləşir və geniş bir balkonu. Bura bir yataq otağı. Otaqların hər biri genişdir. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. Evin başlanğıc qiyməti 125 min manata deyilir. Bura ikinci bir otağı, yataq otağı. Bura isə üçüncü bir yataq otağı. Bura isə ikinci mərtəbədə yerləşən hamam otağı. Qeyd etdiyim kimi ev 125 min manata deyilir və real alıcıya endirim olunacaqdır.